Xeyir olsun əziz izləyicilərimiz, Yaşamaq Gözəldir Ayrı-Bel efirində öz işinə başladı. Bugün artıq anonsdan bəllidir. Bədənimizin səssiz qəhrəmanı qaraciyərdən danışacağıq, qaraciyər sağlamlığından danışacağıq. Xüsusən də təbii ki qonağımız Məlahət xanım Qəhrəmanova mövzu ətrafında geniş şəkildə öz məlumatını da verəcək. Sizi düşündürən suallara da cavab verəcək. Artıq dünəndən tamaşaçılarımızdan da suallar gəlib. Çalışacağım ki vaxt əgər yetərsə suallarınızı doktora ünvanlayın. Mövzumuzun müzakirəsinə başlamamışdan öncə təbii ki bilirsiniz öz ənənəmizə sadiq qalaraq doktorun zəngin dosyasına nəzər yetirək, dərhal sonra artıq müzakirəmizə başlayaq. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 20 dekabr 2022-ci ildə İngiltərədə Oksford Universitetinin Liderlər Sammitində ixtiralarına görə Oksford Birliyinin fəxri professoru, diplomu və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri olan Məlahət Qəhrəmanova 4 kitabın müəllifidir, 23 patentə sahibdir. Sabahınız xeyir olsun Məlahət xanım, xoş gəlmişsiniz. Çox sağ olun, bugün də sizə sizdən xoş baxın. gördük. Bugün qaraciyərdən danışırıq. Elə mən istəyirəm ilk olaraq bu sualla başlayaq. Qaraciyərin funksiyası pozulanda bədən bizə ümumiyyətlə hansı siqnalları verir? Biz nədən bilirik ki artıq qaraciyərimizin funksiyası pozulub? Qaraciyərin pozulması, qaraciyərin funksiyasının pozulması bir çox səbəbdən ola bilir. Bizim bugün belə bir şey deyək ki, əsas 4 amil var ki, qaraciyərin funksiyasının pozulmasında başlıca rol oynayır. Və bunun ətrafında da ətraflı məlumat verməyə çalışacağım. Birinci olaraq, infeksion xəstəliklərdir, viruslardır, qrip mənşəli insanların keçirdiyi soyuq dəymə nəticəsində olan problemlərdir. İkincili, bura parazitar xəstəliklər də daxildir. Alkollü içkilərə məruz qalan, pis vərdişlər olan, narkotiklərdən istifadə edən insanlarda da təbii ki, bu çox qabarıq olur. Və üçüncüsü, ən önəmli olan medikamentoz müalicələr, toksiki zəhərlənmələr, bunlar özü də uzun müddət dərman preparatlarından istifadə edən insanlarda bu daha çox aktiv görünür. Ümumiyyətlə, qaraciyərin funksiyasının pozulmasında olan amillərdən başlıca yer tutanı deyərdim ki, medikamentoz müalicələrdir. Çünki insanlar bugün daha çox buna alüdədirlər. Daha çox insanlar dərman içməyə, kimyəvi dərmanlardan istifadə etməyə, bu tək onunla bağlı deyil, həmçinin də toksik təsir olaraq işlətdiyimiz məişət əşyalarında yuyucu vasitələr, bunların özlərinin də toksik təsirləri var. Və dördüncüsü, qida rasionunun normal olmaması. Qida rasionunun normal olmaması orqanizm üçün çox böyük, nəinki qaraciyərdə bir çox xəstəliklərin yaranmasına səbəb ola bilir ki, bilirik ki, qaraciyərin əsas funksiyalarından biri nədir? Orqanizmdə olan vitamin deposunu təmin eləmək. Son illərdə məlum olmuşdur ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan araşdırmalar göstərir ki, qaraciyərin 500 yox, 1800-ə qədər funksiyası var ki, bunlar da təbii ki, insan orqanizmini tənzimləmək, daxili mühitin sabit saxlanmasında qaraciyərin birbaşa rolu var. Qaraciyərin funksiyası pozulduqda isə bilirik ki, bir çox xəstəliklərin üzə çıxması və xəstəliklərin yaranmasına səbəb olur. Amma əsas məsələlərdən biri də qaraciyərin öd kisəsinin, həzm sistemi orqanlarının bir-birinə bağlılığıdır. Əgər qaraciyərdə hər hansı bir pozulma başlayarsa, funksiya pozularsa, təbii ki, həzm sistemi orqanlarında da bu sistematik olaraq özünü göstərəcək. Mədə-altı vəzdir, öd kisəsidir, mədə-bağırsaq sistemidir. Bunlar hamısı əziyyət çəkən insanlar var. Onlar, məsələn, daimi heç qaraciyər hət rejimi yaşlı nəsil üçün daha çox önəmlidir. Çünki qaraciyərin funksiyası pozulduqda
yaşlı nəsil arasında ən çox rast gəldiyimiz qaşınma prosesidir ki, səbəbsiz qaşınmalar var. Birbaşa yəni dəriyə verir bu Bəli. fəsad. Ona görə də biz burada müalicədən öncə onu qeyd edim ki, əgər qaraciyərin funksiyası pozulursa, xəstədə xroniki qəbizlik əmələ gələcək. Əgər xəstə ona zamanında, vaxtında müdaxilə eləmirsə, işlədici dərmanlardan geniş istifadə edirsə, təbii ki, qaraciyərin funksiyası pozulduqda o işlədici dərmanlar bir müddət sonra öz təsirini itirir və istənilən effekti xəstə ala bilmir. Həmçinin də onu qeyd eləmək istəyirəm ki, yüksək allergik həssasçılığın yaranması, dəridə olan qaşıntılar, dırnaq vasitəsilə qaşınan sıyrıntılardan yaranan ekzemalar, yaralar, bunların hər birinin qaraciyərdən keçəcək rolu var. Qaraciyərin funksiyasını... Siz dediniz, mənim yadıma bir şəxs düşdü. Demək, həmin şəxsdə üz nahiyəsində, alın nahiyəsində, hətta saçların dibində səpkilər yaranır. Yəni, o insan elə zənn edir ki, bu stresdən, amma siz demə, bu qaraciyərdən ola bilər. Bəli, baxın, biz dərinin problemi çox qarışıq ola bilər. Dəri problemi uzun müddətli ola bilər. Bəzən dəri xəstələri uzun müddət dəri xəstəliyi ilə gəzirlər, amma onu həkimə çatankinin sağalmasını istəyirlər. Dərinin öz problemləri də var. Amma bəzən qaraciyərin funksiyası pozulduqda, təbii ki, qaraciyərin funksiyası pozulanda, mədə-bağırsaq həzm sistemi pozulanda, parazitlər olduqda da dəridə səpkilər, qızartılar, qaşıntılar əmələ gəlir. Məsələn, bu zərərli vərdişlərdən istifadə edən bir şəxs, o birbaşa qaraciyərini əgər yükləyirsə, bu zaman dəridə səpki yarana bilərmi? Təbii ki, yarana bilər. Baxın, orqanizm fərdidir. Orqanizm fərqlidir. 10 xəstənin 10-unda da qaraciyər problemi ola bilər, amma fərqli səbəblərdən heç 5-də qaşınma olmaya bilər. Heç narahatçılıq, ağrı olmaya bilər. Amma 3-də, məsələn, güclü qaşınma ola bilər, səbəbsiz dəridə görünmür. Bəzən yaşlı nəsil gəlir ki, mənim dərimdə heç nə görmürəm, amma qaşınma var. Qaraciyərin funksiyasının pozulması allergik həssaslığın artmasına gətirib çıxarır ki, bu da zamanında müalicə olunmadıqda xroniki hala keçərək başqa fəsadlara gətirib çıxara bilir. Psoriaz və ekzema necə? Qaraciyər tətikləyirmi yəni bu xəstəliyi də? Necə? Psoriaz və ekzema. Psoriaz, ekzemada müalicə aparmaq mümkündür. Amma psoriazın müalicəsi bilirik ki, Azərbaycanda yox, nəinki dünyada belə mümkün deyil. Çox vaxt onlar gedib qaydan olur. Məsələn, psoriaz deyirik. Psoriaz nədir? Dəmirovun bir növüdür. Amma bu Dəmirovun 180 növü var. Bunun hamısı, məsələn, psoriazda görünmür. Elə xəstələr olur ki, məsələn, psoriazı da var, göbələyi də var. Onlar uzun müddət müalicə almalıdır ki, o müalicənin nəticəsini görə bilsin. Başqa fəsadlara gətirib çıxara bilir. Psoriaz və olunmadıqda xroniki hala keçərək başqa fəsadlara gətirib çıxara bilir. Psoriaz və ekzema necə? Ekzema necə? Qaraciyər tətikləyirmi yəni bu xəstəliyi də? Necə? Psoriaz və ekzema. Qaraciyər tətikləyirmi yəni bu xəstəliyi də? Necə? Psoriaz və ekzema. Psoriaz, ekzemada müalicə aparmaq mümkündür. Amma psoriazın müalicəsi bilirik ki, ekzemada müalicə aparmaq mümkündür. Amma psoriazın müalicəsi bilirik ki, Azərbaycanda yox, nə? Baş ağrı dərmanına vərdişdir. Baş ağrı dərmanı içirlər tez-tez, baş ağrı qidanı yeməyib, boş-boşuna qarnı doydurmaq o qida deyil. İnsanlar sağlam qida. Ən faydalı məsləhətimdən biri də çox köhnə yeməkləri yeməməkdir. Bir yeməyi pişirirlər, 3 gün, 5 gün yeyirlər. O ölü qidadır, onun nəyini yeyirsən. O qidanı bir fikirləş ki, sənə nə verir? Onun içində bütün lazım olan elementlər ölüb. Yediyimiz qidaları biz düzgün araşdırmalıyıq. Və qida rasyonu nə qədər normal olarsa, göyərti, meyvə, tərəvəz, zəngin olan qida rasyonu orqanizmə müəyyən dərəcədə də olsa bir xeyri dəyir. Amma bu günləri bizim yediklərimiz nədir? Əksər insanlar kalbasa, sosiska, süd məhsulları olsun, məsələn, normal çox vaxt olmur. Dediyim kimi, keçən dəfədə verilişlərdə dedim.
müəyyən şeylər var, qidalar var ki, Hazır onları yeməklərdən hazır istifadə yeməkləri edirik. hamı sevir. Amma onu hazırlayıb yemək başqa bir şeydir. Doktor, indi bu dəb halına gəlib xanımlar, biz özümüz də evdə edirik, başlayırıq, yəni hazır pomidorları hazırlayırıq, soyuducuda saxlayırıq və yaxud konserv da. Bəli, yox, biri var ki, onu əvvəllər, yəni belə deyək də, bizim nənələrimiz ocaq başında hazırlayırdılar. Dondurulmuş. İndi dondurulmuş şəkildə biz hazırlayırıq və yaxud hazır kotletlər hazırlayırıq, hazır küftələr hazırlayırıq. Əgər özün hazırlayırsansa, olar. Olar. Yox, onu o adla alırsansa, təbii ki, o keyfiyyətsiz qidadır. Yəni zərərlidir. Bəli. Və verilişimizin irəliləyən dəqiqələrində əziz izləyicilərimiz, mən vurğulayım ki, biz xüsusi olaraq Nərgiz klinikası, xüsusən də Məlahət xanım Qəhrəmanova qaraciyər, öd problemlərinin müayinə və müalicəsinə necə yanaşır, proses necə gedir, bu haqda sizə məlumat verəcəyik. Diqqətiniz bizdə olsun. Mən fürsətdən istifadə edib klinikanın əlaqə nömrələrini nəzərinizə çatdırmaq istəyirəm. 012 541 70 70 və 051 388 70 70 nömrəsi aktivdir. Ünvan isə Sabit Rəhman küçəsi 11 Köhnə TDK-nın yanında yerləşir Nərgiz klinikası və təbii ki, bu klinikaya müraciət edirsiniz, bilirsiniz. Məlahət xanım Qəhrəmanova bilavasitə öd xəstəlikləri, parazitar xəstəliklər, saçlarımızın tökülməsi, böyrək xəstəlikləri, qaraciyər, bax bugün danışırıq, qaraciyərin funksiyası pozulur, onun bərpası. Yəni bu xəstəliklərin hər birinin müayinə və müalicəsi yüksək səviyyədə Nərgiz Tibb Mərkəzində həyata keçirilir. Verilişimizin irəliləyən dəqiqələrində bu mövzuya geniş şəkildə toxunacağıq. İndi isə bizi sizdən çox qısa bir fasilə ayırır. Fasilə ərəfəsində çalışın kanalı heç bir yerə çevirmədən ARB-ni izləyin. Çünki dərhal ardından fasilənin mövzumuz qaldığı yerdən davam edəcək. Fasilənin ardından Yaşamaq Gözəldir ARB-nin efirində qaldığı yerdən davam edir. Bizə yenicə qoşulan hər kəsi bir daha salamlayırıq. Sabahınız xeyir olsun deyirik. Bugün qaraciyər problemlərindən danışırıq. Ümumiyyətlə, qaraciyər problemi deyib ətrafında baş verən o bütün problemləri Məlahət xanım çalışır ki, işıqlandırsın. Burada ödün funksiyasına da toxunur, həzm sistemi problemlərinə toxunur. Çünki onlar bir-birindən o qədər asılıdır ki, həzm sistemini qaraciyər orqanının fəaliyyətindən çox asılıdır. Bəzən insanlar qəbz olanda, mədə bağırsaq xəstəliyi olanda, ya dəri xəstəliyi olanda birbaşa eynən onu müdaxilə edirlər. Heç vaxt qaraciyəri nəzərə almırlar. Ona görə də o sağalma da uzun müddətli olur və xəstə xroniki hala keçirir, sağalmaya da bilir. Amma məsələn, dəri xəstəlikləri olur ki, biz uzun müddət dəri xəstəliyi ilə əziyyət çəkən insanlar var. Bilirik ki, qaraciyərin funksiyası pozulanda, ödün funksiyası da pozulur, həzm sistemi də pozulur, mədə bağırsaq da pozulur. Baxın, bugün xroniki qəbizlik çox yaygın bir xəstəlikdir. Düzdür, tənbəl bağırsaq var, dolisigma deyirik, məsələn, bağırsaq uzanması var. Bu şeylər var. Amma əksəriyyətinin kökündə mədə bağırsaq həzm qəbizlik, məsələn, həzm sisteminin pozulması, bunlarda mədənin öz problemləri var. Məsələn, xəstələrdə yanğı olur, mədədə problemlər olur. Bunun da öz rolu var, amma həzmdə ən çox rolu olan qaraciyərdir. Qaraciyərin funksiyasından da asılıdır öd kisəsi, öd kisəsindən mədə altı vəz və bağırsaqlarla mədə özü bir-birinə çox sıx əlaqəlidir. Biz bilirik ki, məsələn, qaraciyərin heç vaxt ağrı verən orqan olmadığı üçün adətən, məsələn, sağ qabırğa altı nahiyədə ağrının olması öd kisəsinin funksiyasının pozulmasından öddə olan iltihabı prosesdən yarana bilər. Öddə olan iltihabı proses əgər varsa, onu aradan qaldırmadan, yəni müalicə aparmaq mümkün deyil. Bəzən kürək nahiyəsindən də o ağrı verir. Elə xəstələr olur ki, 12 barmaq bağırsağın xorası var, xəstənin heç xəbəri yoxdur. Müalicə, o gedir başqa müalicə alır, ay kürəyim deşildi, ay kürəyim ağrıdır, ay kürəyimdə narahatçılıq var. Amma onlar çox vaxt gedir, MRT eləyir, kürəyində olan ağrıya görə bəzən deyir, quluçdur, ovuşdurmaq, oxalamaq, masajı daha çox sevirlər. Yəni, mən xəstələrdə olan praktik olaraq danışmaq istəyirəm ki, tibbi terminləri çox az istifadə etməyə çalışıram ki, xəstələr bizim dediklərimizi daha aydın anlasınlar, daha net şəkildə bilsinlər ki, xəstələr çünki, məsələn, gəlir deyir ki, öd kisəmi qusuram.
Ondan sonra mən rahatçılığımı tapıram. Səhər-səhər duranda yuxudan. Bəli. Bəzi xəstələr safra kisəmi, məsələn, qaytardım. Niyə qusandan sonra rahatlaşırlar? Belə xəstələrin əksəriyyətində köp olur, qəbizlik olur, ürək bulanma olur, gəyirmələr olur. Bunların hər biri xəstədə problem yarada bilir. Gecə, məsələn, yaşlı nəsil arasında tutma şəkilli qaşınmalardan şikayətlənən xəstələrimiz çoxdur. Tutma şəkilli nədir? Səhər, axşam oldu, xəstədə soyunanda, evə gəlib rahatlananda görürsən ki, xəstədə qaşınma halları var. Daha çox, yenə deyirəm, yaşlı nəsil daha çox müraciət edir qaşınmalarla. Gecə tutma şəkilli. Baxır, dəridə heç nə yoxdur. Amma elə adamlar da var, onlarda övrə olur. Daha qabarıq, daha, məsələn, görürsən ki, dəridə papula şəklində üstdə belə... Sanki nəsə dişləyib. Bəli, böyük bir papula ilə ağır, məsələn, səpkiləri var. Elə xəstələr var ki, deyir ki, mən filan dərmanı eləyirəm, onunla dururam. Bir müddət sakitləşir, sonra yenə həmin vəziyyət yaranır. Ona görə də dəqiq diaqnoz, həkimə müraciət etmək və zamanında, anında düzgün müraciət edib müalicənizi alarsınızsa, tez bir zamanda da sağalma mümkündür. Ödün funksiyasında ən çox, məsələn, mən nəyi ən çox xəstələrə çatdırmaq istərdim? Qadınlarda, klimakterik devirdə qaraciyərin ödün funksiyasında müəyyən dəyişikliklər olur ki, bu da xəstələri narahat eləyir. Qaraciyərin funksiyasının pozulması bir çox xəstəliklərə yol açır. Nəinki hormonlarda, hormonlarla bərabər mədə, bağırsaq xəstəlikləri, ən çox, məsələn, bayaq dediyim kimi, allergik həssaslığın olması, bunların hamısı qaraciyərin funksiyası pozulduqda yaranan xəstəliklərdir. Mən istəyirəm biraz da onun müalicəsindən danışaq. İzləyicilərimiz də məlumatlı olsun ki, əgər mənim qaraciyərimdə problem varsa, tərəddüd etmədən mən gəldim, Məlahət xanıma müraciət etdim. Mənim müayinə və müalicəm necə gedəcək? Çünki bu proseslərdən xəbərdar olandan sonra biz özümüzü psixoloji olaraq da hazırlayırıq. Bu da müalicənin yaxşı getməyinə hardasa kömək edir. Müalicə çox önəmlidir. Qaraciyərin funksiyasının pozulmasında, baxın, bütün dünya statistikası bunu deyir. Bizim içdiyimiz bütün medikamentoz müalicələr, yediyimiz qidalar, orqanizmə düşən hər bir şeyi qaraciyər filtr eləyir. Ona görə deyirlər ki, daxili mühitin sabit saxlanmasında qaraciyərin birbaşa rolu var. Əgər qaraciyərdə xəstədirsə, təbii ki, daha çox xəstəliklər meydana çıxa bilər. Əsas amillər odur ki, təmiz hava, oksigenlə zəngin ərazilərdə daha çox deyərdim ki, insanlar gəzinti təşkil eləməlidir ki, qaraciyərin müalicəsində ən önəmli olan variantlardan biridir ki, mütləq gəzintilərin olması, təmiz havada olma bu birincili şərtdir. Qida rasionunun düzgün olması, vitaminlə zəngin olması çox önəmlidir. Baxın, bugün insanlar çox süni qidalara və süni vitaminlərə, sintetik preparatlara daha çox alüdədirlər. Necə, nə mənada? Kimi dindirirsən, hamı deyir, mən vitamin içdim, maqni, kalsi, selen, D, bunları içirəm. Hər şeyi içirəm, doktor, amma niyə narahatsan? Demək, düzgün doza ilə qəbul olunmur. Məsələn, dünənki xəstənin birində deyir ki, mən içirəm 3 aydır analizində, amma yenə əskikliyi var. 22, məsələn, deyək, var. Xəstədə o narahatçılıq olur ki, mən bu qədər yeyirəm, bu qədər vitaminlər qəbul edirəm. Demək ki, yetərli qida rasionu yoxdur. Məsələn, qaraciyərin ən çox dəmiri yaradıcısı mal ətidir. Məsələn, mal ətində olan eritrositlərin artırması üçün olan maddələr var ki, o mal ətinin yeyilməsi daha məsləhətdir. Nəinki qeyb kalbasa, sosiska, fast food yeməkləri bayırda gedirlər, pul xərcləyirlər, 5 manat yox, 10 manat yox. Məsələn, evdə hazırlanan bir kəsə sup, bir kəsə bozbaş, milyon dənə bayırda yediyinizi əvəz eləyə bilir. Ona görə ki, həm ekoloji baxımdan təmiz hazırlanır, həm də o hazırlanan qida təzə-təzə yeyilməlidir. Uzun müddət, 3 gün, 5 gün, 1 aydan sonra yeyilən o qidalar ölü qidalardır. Bunu mütləq xəstələrimiz nəzərdə tutsun. Ümumiyyətlə, müalicəsi Nərgiz klinikasında təbii üsullarla aparılır. Bilirsiniz ki, mənim monoqrafiyam ən çox
hazırladığım kitablar içində ən çox sevdiyim monoqrafiyadır ki, bu da qaraciyər və öd xəstəliklərində istifadə olunan dərman bitkilərindən danışılır. Orada hər tərəfli geniş bu haqda məlumat var. Çünki Azərbaycanın təbiəti çox zəngindir. Bizim özümüzün olan dərman bitkilərimiz dünyanın heç bir yerində yoxdur. Elə bizim meşə zolaqlarımız var ki, onlar təbii vasitələrlə Allah təbiətdə yaradıb. Amma elə yerlər var ki, o ağacları süni sürətdə artırır. Yəni, bunu niyə görə vurğulayıram? Azərbaycanın zəngin təbiəti və zəngin qida mənbəyi var. Ondan istifadə olunan insanlar tam effektiv olaraq müalicələrini apara bilir. Yanaşı gedişli müalicələr ola bilər, həkimin məsləhətindən olan, tövsiyəsindən olan müalicələr aparıla bilər. Amma düzgün qida rasionunun olması, düzgün orqanizmə qulluq özü həmin xəstəliklərin demək olar ki, 50%-ni dərmansız, iynəsiz sağaltmış olur. Yenə deyirəm, ən birinci qaraciyərin müalicəsində istifadə olunan birinci amillərdən biri gəzintidir. Bayaq dediyiniz limonlu su. Limonlu su olar içmək. Amma onu mədə xorası olan, qastriti olan, müəyyən problemi olan insanlar üçün təhlükəlidir. Onlar üçün müəyyən narahatçılıqlar yarada bilər. Bəs o insanlar nədən istifadə edə bilərlər? Ev şəraitində? Ev şəraitində birinci növbədə diaqnoz dəqiqləşməlidir. Əgər qaraciyərinizi gücləndirmək istəyirsinizsə, bizim alaqanqal bitkisi var. Mən may ayının əvvəlində bunu mən apreldə demişdim. Alaqanqalın apteklərdə dərmanları da var. Rastarovşa adı ilə satılan toxumları da var. Hər kəs alıb istifadə edə bilər. Amma orqanizmlər fərqlidir. Yenə deyirəm, hər kəs öz orqanizminə uyğun olaraq həkim məsləhətindən bunları eləyin. Alaqanqal nə qədər gözəl bitki olsa da, qaldıqca onların tərkibində aşı maddələr olur. Və düzdür, zəhərləyici deyil, narahatçılıq verən deyil. Amma bu maddələr var. Onların tərkibi, ümumiyyətlə alaqanqalın tərkibi çox zəngindir. Orada D vitaminidir, kalsidir, maqnidir, fosfordur. Bunlar çox deyərdim ki, həmin o alaqanqal bitkisində çox zəngin olaraq toplanılıb. Bu bildiyimiz yol kənarında satılan bəli, həmin alaqanqaldır. Qaraciyərin birinci dərmanı odur. Nə gözəl. Doktor, bir də mən qonşu dövrə Türkiyədə olan zaman onların çox gözəl ədviyyat mağazaları var. Yəqin siz özünüz də orada olmuşsunuz. Bitkilərin dilini yaxşı bilən bir şəxs kimi, bir mütəxəssis kimi deyirəm. Orada mənə dedilər, mən qaraciyərlə bağlı sual verdim. Dedilər, adi bu keçi buynuzunun suyu, o bitkinin özü və bəhməzi də çox yararlıdır. Yəni, bu doğrudur həqiqətən. Baxın, təbii ki, hər bir bitkinin öz effekti var. Təbii ki, keçi buynuzu bəhməzi çox effektlidir və tərkibinə görə tut bəhməzi ondan heç geri qalmır. Tut, məsələn, özü, bax, bugün indi təzə yığılan dəmirlə zəngindir və vitaminlə zəngin olan. Onu yemək daha yaxşıdır, yoxsa elə doşabından istifadə etmək? Baxın, hər şeyin natural qidası daha önəmlidir. Məsələn, bugün qara tut var, ağ tut var. Onu hər gün səhər-səhər ac qarna yemək, məsələn, 1000 dəfə ondan yaxşıdır. Düzdür, il boyu biz onu eləyə bilmirik. Ona görə bəhməzdən istifadə eləyə bilərlər. Qaraciyərdə, öddə, mədə, bağırsaqda hər hansı bir xəstəlik olarsa, məsələn, türklər aqlamur deyir, bizə cökə yarpağıdır. Bizə çox gözəl cökə ağaclarımız var meşələrdə. Onun düzgün istifadəsi, onun düzgün yığılması, qurudulması normal olarsa, ürək qan damar sistemindən tutmuş qaraciyərdən, mədə, bağırsaqdan hər birinə çox effektiv təsiri var. Amma o ki qaldı, məsələn, bizim dədə-babalarımız, nənə-babalarımız illərlə qaraciyərin ödüm müalicəsini aparıb. Məsələn, qırxbuğumdur, bağa yarpağıdır, dediyimiz kimi alaqanqaldır, qara qınıqdır, bu bitkilər ki var. Bu bitkiləri heç vaxt tək içməyin. Tək olan bitki sizə istədiyiniz nəticəni verməyəcək. Bitkilərin uzlaşması var. Elə bitkilər var ki, elə xəstəliklər var ki, orada o bitki istifadə oluna bilməz. Ona görə, məsələn, aloe bitkisini çox tərifləyirlər və aloe bitkisini onu mədə-bağırsaq xəstəliklərində çox istifadə olunur.
Məsələn, çox insanlar ondan istifadə etməyə çalışır. Amma o da düzgün istifadə olunmadıqda mədə qanaxmalarına qədər gətirib çıxara bilir. Ona görə natural deyib hər şeyi necə gəldi istifadə etmək özü doğru deyil. Mən çox istəyirəm ki, bizi izləyən izləyicilər, bax biz burada danışırıq, doktorun öz dilindən biz bunları eşidirik. Yəni biz artıq istinad edə bilirik ki, bunu Məlahət xanım Qəhrəmanova məsləhət gördü, bildirdi. Ancaq çox zaman kör-körənə daxil olursunuz sosial şəbəkələrə. Artıq belə deyim də, xəstəliklə bağlı Google-a sual verənlər var. Elə bilirlər cavab oradan gəldi, bu insan daha sağalacaq. Bax, bu ən böyük yanlışdır. Çünki Google-da istəyir sosial şəbəkədə nə sizin dəqiq diaqnozunuzu bilmirlər, nə sizin orqanizmanız haqqında onların məlumatı yoxdur. Üzümə bax, mənə dərman yaz deməkdir o. O deyir ki, xəstələr gələndə də deyirlər, doktor, elə mən bilirəm, köhnədən bu analizlərim var. Elə burada necə idim, indi də eləyəm. Hətta sizə deyim ki, əlində resepti var insanın, bir dəfə müayinə olunub, müalicə də olunub, sağalıb. Növbət dəfə problem yaranan kimi yenə çalışır həmin reseptdən istifadə eləsin. Orqanizm hər gün dəyişir. Orqanizm hər gün, məsələn, tələbatı var. Hər orqanizmin gündəlik kalorajı var ki, çəkisinə, boyuna görə o kaloraj hesablanırdı. Kaloraj nədir? Gündəlik vitaminə olan tələbatınızı bilməlisiniz. Əgər bugün bir xəstə bilir ki, onun məsələn problemi qurd xəstəliyidir, gedib qaraciyər müalicə eləyirsə, o effekt almayacaq. Qurdun müalicəsi də çox önəmlidir. Qaraciyərdə düzdür, exnokok deyirik, amma askaritlər özü də gəlir qapı venasına qədər. Ona görə ən yaxşısı, ən düzgünü qida rasionumuzu zəngin etmək, qida rasionuna ciddi fikir vermək, kalsisi çatmayan insanlar, məsələn, ıspanaqdır, göyərtilər, meyvədir, tərəvəzdir, bunlardan bol-bol istifadə etməlidirlər. Əgər bugün biz bir bitkidən ancaq dəmliyib onu içəcəksə, o bitki sənə xeyir eləməyə bilər. Çünki onu ardıcıllıqla içmədikdə istifadə olunan müalicə effektini itirir. Bunları da bilmək üçün, əziz izləyicilərimiz, yenə də vurğulayırıq, çalışın ki, hər zaman probleminizi bir mütəxəssislə, bu işin mütəxəssisi ilə məsləhətləşəsiniz. Biz həftə içi 5 gün yaşamaq gözəldir olaraq çalışırıq ki, sağlamlığımızla bağlı vacib mövzuları efirimizdə müzakirə edək. Sizə də təklif edirik sosial şəbəkələr vasitəsilə. Mənim birbaşa öz səhifəmə, Aysiyə Sabir səhifəsinə yazaraq direktə yazın. Mən şəxsən sizin suallarınıza baxıram. Vaxt tapdıqca doktorumuza da ünvanlayıram həmin suallardan ki, efirimizdə səsləndirsin. Çalışın ki, probleminizi ümumiyyətlə işıqlandırasınız. Bəzi vaxt, bəzi xəstəliklərimizdən, bəzi problemlərimizdən utanırıq, bilmirəm, gizlədirik. Çox aktual olan, məsələn, bugün daha çox istər xanımlar, uşaqlar arasında aktual olan qəbizlikdir. Bu da qaraciyərin ödün funksiyasından asılıdır. Qəbizlik özü bugün çox yaygındır. Oturaq həyat rejimi, bütün gün uşaq olsun, böyük olsun, hamı oturur telefonun qabağında. Oturaq həyat tərzi özü, kompüterlə işləyən insanlar var, uzun müddət oturaq həyat tərzi keçirən insanlar var ki, onlar yaşlaşdıqca bağırsaqların fəaliyyəti pozulur, qaraciyərin fəaliyyəti pozulur. Həzm sistemində də öd kisəsinin funksiyası normal olmadıqda o oturaq həyat tərzi özü demək olar ki, onların problemlərini daha da artırır. Qəbizliyi olan insanlarda rəngin avazıması, bəzən təzyiqin yüksəlməsi. Çünki qəbzi olan insanlarda köp olur, qaz olur, diafraqma sıxılır. Diafraqma sıxılanda təbii ki, təzyiq yüksələ bilir. Taxikardiya kimi müalicə almağa gedirlər, amma ürəkdə olan o döyüntü bəzən təzyiqin qəbizliyi nəticəsində də ola bilir. Belə xəstələrdə toksik təsir olur, durur, ürək bulanma, baş ağrı ilə, bəzən görsən halsız olur, yorğun olur, daha çox yuxu pozğunluğu olur. Bəzi insanlarda isə tam tərsinə yatmağa meyilli olur. Bunların hamısının demək olar ki, qaraciyərə çox böyük təsiri var. Qaraciyərin funksiyasının pozulması bütün orqanizmdə yaranan fəsadların daha qabarıq olmasına gətirib çıxarır ki, əgər xəstələr, məsələn, yuxudan duran zaman ağzında acılıq hissi olursa, dilinin üstü ərplidir, yaşıl ərplə örtülüdürsə, demək, qaraciyərin funksiyasından başqa da
ödüm funksiyasında narahat olmağını bilməlidirlər. Çünki öd kisəsinin funksiyası orqanizmdə o qədər önəmlidir ki, həzm sistemində iştirak edən öd turşusu, yəni öddən ifraz olunan həmin o maddədə elə komponentlər var ki, həzmdə iştirak edir və həzmi yaxşılaşdırır və tez bir zamanda xəstələr müəyyən xəstəliklərdən qutara bilir. Məsələn, baş ağrının olması, ürək bulanmanın olması, tez-tez gəyirmə, köp, bu kimi hallar özü də adətən öd kisəsinin funksiyası pozulanda yaranır. Elə ödlə bağlı yaranır. bir sual var tamaşaçında. Deyir ki, doktora deyə bilərsinizmi, ödümdə daş var, amma hələ ki ağrı vermir. Mən nə etməliyəm, gözləməliyəm, yoxsa əməliyyat etdirməliyəm? Baxın, əgər daşın ölçülərindən asılı olaraq çox sayılıdırsa, böyükdürsə, mütləq əməliyyat olunmalıdır. Yox, xırda bir-iki daşla uzun müddət idarə eləmək olur. Bəs müalicə ilə necə? O daşa qalib gəlmək? Baxın, müalicə fərqlidir. Orqanizmdən asılı olaraq bəzi insanlarda əriyə bilər, bəzi insanlarda o daş ərimir və olduğu kimi də qalır və heç vaxtda onun əməliyyatsız çarəsi olmur. O zaman izləyicimiz izləyirsə, yəqin ki, düzgün diaqnoz üçün doktor sizin yanınıza gələcək. Çünki sualı bilavasitə sizə ünvanlayıb. Və bitki çayları detoksla bağlı sualımız var. Qaraciyərə həqiqətən kömək edirmi? Bir nəfər də yazıb ki, mən arıqlamaq üçün dərman içmişdim. Sonra qaraciyərimdə narahatlıq oldu. Belə dərmanlar doğrudan da zərərlidirmi? Doktor birbaşa efir vasitəsilə desin. Mənim kimi narahat olanlar da vaxtında özlərinə çarə tapsınlar. Baxın, qaraciyərin funksiyası insan orqanizmi üçün deyirik ki, önəmlidir. Arıqlama prosedurlarında istifadə olunan hər bir çay bizim yenə qaraciyərdə filtr olunur. Elə qaraciyərin funksiyasında dəyişiklik varsa, ilk öncə xəstə qaraciyərin müalicəsinə aparmalıdır. Diyetoloqlarımız çox gözəl bugün aktivdirlər və məsləhətlər verirlər və dəfələrlə olub ki, məsələn, xəstə gəlib ki, mən uzun müddətdir diyeta saxlamışam, amma baxanda, araşdıranda görürük, deyir həkim yazıb, amma araşdıranda görürük ki, o qədər diqqətsiz, həkimin dediyinə heç əməl eləmədən istəyir sağalmaq, arıqlamaq. Arıqlamaq bugün çox dəbdədir. İnsan arıqlamaq üçün ancaq ağzını tikməlidir. Biz belə deyik, el arasında. El arasında belə deyilir, amma orqanizmə lazım olan qidalar mənimsənilmirsə, orqanizmdə immun sistemi zəifləyir və həmin insanlar nəinki qaraciyər, başqa xəstəliklərlə üzləşə bilirlər. Anemiyalar yarana bilər, halsızlıq, yorğunluq, baş ağrı, qəbizlik, bunlar yarandıqda dəridə səpkilər yarana bilər, mədə bağırsaq narahat ola bilər. Yəni, bunların hamısının bir açıqlaması var. Elə kimsə nəsə elədi, mən arıqladım deyinə, sən də belə arıqlaya bilərsən, deyə bir şey yoxdur. Kimisə arıqlaması onun orqanizmi üçün ola bilər. Amma elə orqanizm var ki, sən ona neynəsən də arıqlada bilməzsən. Ona görə həkim məsləhəti olmadan heç kim əlavə şeyləri eləməyə ehtiyac görmürük. Doktor, bir də mən istəyirəm verilişimizin son dəqiqəsindən istifadə edək. Bu zərərli vərdişlərdən, spirtli içkidən və yaxud sigaretdən istifadə edənlərə bir mesaj göndərək. Son 2 dəqiqəmiz var ki, qaraciyərimizi biz necə yüklüyürük və özümüzü necə məhv edirik? Baxın, bilirik ki, sigaretlərin tərkibində nikotinlər var. Yox. Pis vərdişlər həqiqətən də narkotik alüdəçilik də çox yayılıb. Müəyyən həblər içirlər, müəyyən istifadəçilər var. Bunlar çox təhlükəlidir. Orqanizm üçün qaraciyəri birbaşa məhv etmək deməkdir. Onların o qədər toksik, zəhərli təsirləri var ki, bu zəhərli təsirlər nəticəsində təbii ki, orqanizm yüklənəcək. Burada ən çox zərər çəkən qaraciyər olur. Qaraciyərin yüklənməsi serroza qədər aparır, çıxarır. Əksər içki içən xəstələrdə serroz olur. Bu kişilər arasında çox yaygındır və sigaretə alidə olanları yavaş-yavaş aradan qaldırmaq üçün bunların da öz iradələrinin möhkəm olması, müəyyən müalicə metodları var. Bunun üçün mərkəzlər var, müraciət edib sigaretdən azad ola bilərlər. Nəinki sigaret, alkollü içkilər. Məsələn, bugün içki alüdəçiləri də çoxdur. Amma içkidən uzaqlaşmaq insanın ən gözəl sağlamlığıdır.
ağciyərlərin pozulmasında, qaraciyərin pozulmasında nikotinin rolu olduğu kimi ağciyərlərdə də mütləq, məsələn, siqaret çəkən adamlar ağciyərlərini bir rentgen vasitəsilə ya bir MRT-də bir görsünlər nə gündədir. Təşəkkürümü bildirirəm, doktor, çox sağ olun. Düşünürəm ki, sizin bu mesajınız çoxlarına getdi çatdı, öz sağlamlıqları üçün bir addım atmış olacaqlar. Bir şeyin ki, üstündə yazılır ki, sizin sağlamlığınız üçün bu zərərlidir. Amma insanlar onu bilə-bilə çəkir. Bunu bəli, etmək lazım deyil. Sonda bir təşəkkürüm də geyinmək